Biz sizinlə bu barədə danışmışdıq. Hətta biraz belə fikir vardı ki, bu yubiley mərasimini biraz uzadaq ki, Fərhad Şirin də hazır olsun. Bu Xosrov Şirin. Mən o vaxt dedim, yox, yubileyə gecikdirməyək, amma o da qoy hazır olsun. Mənə dedilər, bu günlərdə ki, hazır olubdur və bugün birinci tamaşa olacaqdır. Ancaq düzü, mənim belə iş proqramım çox gərgin idi. Əvvəl hətta mən belə görürdüm ki, mənim üçün bəlkə gəlmək mümkün olmayacaq. Ancaq sonra dünən axşam mən işləri biraz nizama saldım və axşam xəbər verdim ki, mən gələcəyəm. Bugün də iş çoxdur, işi bir təhər yarımçıq qoydum, gəldim bura. Çox razısın, çox minnətlər. Yox, bu mənim də arzumdur ki, yeni bir tamaşa olsun, xalqımız yenidən bu əsəri görsün. Həm də ki, Səməd Vurğun'da ruhu şad olsun ki, onun əsəri yaşayır. Yaşayır, onun əsəri yaşayır. Çox sağ Yaxşı qoyublar, əvvəli yaxşıdır. İkinci hissə biraz da qüvvədir. Bu artistləri mən tanımıram, yenidirlər bunlar. Yenidirlər, çoxu yenidir. Amma məsəl üçün... Təbii də gənc olmalıdır. Məsəl üçün Şapırı oynayan o Rafiq Əzimov, o tamam ayrı ampulada həmişə rollar oynayır. Bu Şapırı elə bir klassik xəyanətkar obrazı. Çox yaxşı yaratdı. Yox, Həsən Məmmədov Xosrovdur, tanımış o kino. O bilirsiniz, 7 oğul istərəm. Həsən Məmmədov. 7 oğul istərəmdə oynayır. Mikail Mirzəni yavrum tanımış. Mikail Aydın. O aktrisamız belə, əsas belə. Şirin oynayan kimdir? Məlikə Əsədova. Əsəd. Məlikə Əsədova. Aradakı qeyri-yeni. Yenidir. Sonra da ki, bilirsiniz, bu tiyatr ki, bir neçə zamanla bağlı qaldı. Bu tiyatr üçün çox vacib idi ki, belə böyük bastanovka, klassikada, Azərbaycan klassikasıdır. Yenidən bu cəmaatı da bura cəlb eləmiş. Çox yüksək qiymətə layiq bir əsərdir və təsadüfi deyil ki, bu əsər yaşayır və yaşayacaqdır. Və böyük şairimiz Səməd Vurğunun bizim xalqımıza, mədəniyyətimizə bəxş etdiyi ən böyük töhfələrdən biridir və onun ən gözəl yadigarıdır. Çox sağ olun ki, bu əsəri səhnədə canlandırdınız, yaratdınız və yenidən Azərbaycan xalqına, Azərbaycan tamaşaçılarına təqdim etdiniz. Bu əsərin məzmunu, onun mənası, onun süjeti ölməzdir. Bu daima aktualdır. İnsan münasibətləri, sevgi, məhəbbətin nə qədər güclü və ülvi olması, pak sevgi, saf sevgi, məhəbbətin. Eyni zamanda xəyanətin, satqınlığın nə qədər nifrət doğrucu olduğunu bu əsər göstərir. Quruluş çox gözəl quruluşdur. Bilirəm ki, Cənnət xanım bunun quruluşçu rejissorudur. Cənnət xanımı mən çoxdan çox yüksək səviyyəli bir rejissor, quruluşçu kimi tanıyıram. Onun bir neçə gözəl əsərlərinin keçmişdə də şahid olmuşam. Tərtibat da çox gözəldir, qeyri-adidir, çox maraqlıdır. Tərtibat, quruluş bir-biri ilə çox qarmanik bağlıdır. O ki, qaldı ifaçılara bir çoxunuzu tanıyıram, sizlə çoxdan tanışam və çoxdan əlaqələrimiz olubdur. Sizin sənətinizi həmişə görmüşəm, sevmişəm. Bəziləri də gəncdir, yeni görürəm. Şirin rolunu Məlikə Əsədov yəqin ki, gəncdir. Yəqin o vaxtlar
Ya yox idi teatrda? Hə? Təzə gəlir. Təzə gəlmişdi. Bəli, teatrın gənc aktrisalarının. Çox gözəl, mən təbrik edirəm. Mən həmişə istəyirəm ki, bizim bütün sahələrimizdə gənclər olsun. Çünki yaşlılar, təcrübəli adamlar olmalıdır və bizim cəmiyyəti irəliyə aparmağa öz fəaliyyətlərini göstərməlidir. Amma gənc nəsil də yetişməlidir. Gənc aktrisa şiirin rolunu çox gözəl ifa etdi. Bizim səhnəmizin ulduzları olub da vaxtilə mən deyirəm, Mərziyə Davudova da, mən xanımları deyirəm. Mərziyə Davudova da vardı, xatirimdədir, Fatma Qədri də vardı, Hökümə Qurbanova da vardı, Şəfiqə Məmmədova da, Amaliya Pənahova da və başqaları indi gənc. Adı nə oldu? Məleykə Əsədova. Məleykə xanım. Məleykə xanım da var. Arzu edirəm ki, mələkələr çox olsunlar. Həm özləri mələkə olsunlar, həm gördəkləri işləri mələkə olsun, adları da mələkə olsunlar, çox olsunlar. Bu çox gözəldir.